aşağıdan danışalım. Geçin evimizden al. Şu şarkı da çekilmiş var, gelin. Şu tuvalet odasının aşağısı. Kimlikten gelenler var ha. Aşağıya daha düşen bence. Nasıl güzelsin? O başta 2012'de yarıya çarptı. 5-6 nəfər biz bura tökülməyinə Keçiləmə. Millətin qabağın ciplə gələn ki, otobusla gələn ki. Televizyon günü. Necə nəfərsən? And olsun Allah'a 2 nəfərə cərimə kəsilmədi. 2 nəfərə. Yenə deyirəm, balamın torbağı yalan deyirlər ki, şəhid ailəsiyəm. Şəhid ailəsini qaldırmaq üçün yalan deyirlər. Məni heç kim qaldırmadı, özü mən yıxılmamışdım da. Bu şirkətə alan gəlsin ki, bizim yolumuzu nə çəkirsə. Xanım, ne için burada yaşıyorsunuz? 7-6 ildir. 6 il ərzində bu şəraitdə yaşamışsınız. Yəni buna da bir şey, evimə girsən baxarsan, tarakan, krisa. Mən özü yaşadığım bu buradır, bu ev mənim evimdir. Bu fundamenti yoxdur. Elə bir torpaq töküb üstünə taxta yığmışam, yaşayıram. Traktor orada qaşıyır, qazır, ev buramı sürkələnir. Məcburi köçkünsünüz. Yox, mən şəhid ailəsiyəm. Şəhid ailəsisiniz. Bəli. Şəhid ailəsi olaraq sizə evin təmin olunmamış. Ev təmin olunmuşdu, mən imtina elədim. Səbəb? 12-dən bir istansiyada verirdilər ona görə. Əlimdə də sərəncamım da var. Övladınız şəhid oldu. Yox, yoldaşım. 94-də Kəlbəcərim, Mürov dağında şəhid olub. 3-cü cərgə 5-ci adamdır. Heç şəhidin ailəsinə baxmırlar. Mənə deyirlər ki, uşağım əskər gedəndə dedilər şəhidin oğlu nümunə geçsin. Getdi. Nə oldu? 8 gündən sonra uşağı zəng elədilər ki, uşaq qayıdır əskərdən dala. Niyə qayıtdı? Hə, pul yoxdur. Kürdəmirə vermişlər. Təzədən mənim uşağımı basdılar hərbi bir şeyə. Döyüş bölgələrinə. Yaşadığınız yerə baxa bilərik. Gəl baxın, gəl. Bəs böyük töküntüdür. Tanrım yoxdur. Ha, mənim yer buradır. Bax bu evdir. Burada necə yaşayırsınız siz bir şəhid ailəsi olaraq? Bax burada and olsun Allah, bax belə krisalar var. Bax belə krisalar gecə səhərə kimi. Mən oturam burada ki, nəvələrimin qulaqlarım burnunu yeyər. Nəvələrim dərsədir. Gecikməməlidir. Sizin əsas probleminiz yolunuzu Yol bizim yolumuzdur. Yol bağlanıb. Burada bizə yol versinlər. Bizə bir dənə xəbər yoxdur. Bir toku gətirib çəkiblər bura. Axşam su orada baba bura belə tökülürdü yerə. Təhlükəli axı fövqəladə vəziyyət olduğuna. Bu toklarla bağlı nəmçilik necə yanır? Bu məsələni balıqlara müraciət eləmisiniz? Hər yerə şikayət eləmişik. Hər yerdən kimlər nəzərdə tutur? İcra hökumətinə dünən getmişik. Hər yerdə çıxmışıq. Yolda məktublar apardılar. Məhkəməyə getdik. Məhkəmədə mənə cərimə olundu. Məktub əlimdədir. 233 manat bir cərimə olundu mənə. Bax belə düşürdüm. Budur. Bax belə çələr gəlib baxın. Axşam gedir saat 2-də su axırdı, tökülürdü. Düşmüşük saat 3-də su. Bax, burada necə çıxsaq çələr? Buna bax, burada var. Çəkdən buradakı bina köçür. Burada mənim körpələrim 5 İcra hakimiyyəti söküb buranı, yoxsa başqa? Yox, icra hakimiyyəti yox, uşaqlar söküb aparır ki, buranı. Keç arxanı çək, krant partlayıb. Gəlin yaxınlaşın göstərin. Cənidə kökəsin. Xəbərdarlıq eləmişik JP-də, hamısına da baxan yox. JEK nə deyir bu məsələ ilə bağlı? JP deyir ki, bizi deyir. Ha, 5-ci məsələdə uşağımın evi dağılır bir dəqiqə. Bax, telefonda çəkil şey də var, salam da. Şunu aşağı çəkim də, deyirsiniz bizi də çəkin. Binanın başından sizi çəkəcək. Bax, ora çatdı, fikir ver. Bax, burada JP xəbərdarlıq olunur. Bina çatlayıb, bəli. Bina çatdı, bəli. Bax, sola baxın. Ay, qoyma, gülləri yedi, hara getsə.
bu neyin suydu? İçməli krem suyudur. Yakın xəbərdarlıq eləmişik. Bax, buradan da dubiki çıxardıblar, narın üçün çıxardıblar. Ha, görürsünüz, qazım dubiki çıxardıblar. Bu uçar uçmaz. Təbii ki. Bax, uçar uçmaz. Jeta da deyilir. Jeta xəbərdarlıq olunur. Heç gəlib bir əmval, bir tədbir görməyiblər. Biz necə yaşayaq burada? Körpə 3 dənə körpə nəvəm var. Şəhidin nəvəsi var 3 dənə burada körpə. Belə olmaz. Baba bu vəziyyətdə. Baba binanın başına baba binanın. Burada çat olan yeri göster. Göstərsin. Təqdim edeyim. Mən Əsgərova xanım Zəhər, Ağdam sakiniyəm. Əsgərova xanım Zəhər Müzəffər qızım. Mən bu dəqiqə xəstə uşaqla, baba uşağım aparıb, uşağımın qılanı, sırqanı tağı açıb, qoyulan barda burada gətirib uşağıma yemək alınıb. Yəni mənim gedim nə kira verəsə halım yoxdur, nə ev alasa halım yoxdur. Gəlsin mənim müvəqqəti, demirəm mənə daimlıq villa versin. Müvəqqəti yerləşsin bir yerə. Mənim uşağım bu dəqiqə Heydər Əliyev fondunda araşdırsınlar da, baxsınlar da. Buradan da cənab prezidentimə səslənirəm. Mən qalmışam çıxım, mən bu dəqiqə tək ailə başçısıyam. Mənim nə ərim yox qazana gətirən, nə oğlum yox. Hamısını Qarabağda verib gəlmişəm. Birinci Qarabağda, Sırxavənd rayonunda. Araşdırsınlar, baxsınlar. Yara hissədə yolla kənddən çıxanda həlak olublar. Mənim başına dönüm. Buradan cənab prezidentinə, ondan sonra Mehriban xanıma, vissa prezidenti, o da bir anadır. O da evlat saxlayır. Gəlsin görək burada gələcəyin anası deyil. Büyücü günü Qarabağı alan belə uşaqlar idi. Qarabağı alan, Şəhidin uşağı getməli. mənə bax, Qarabağı alan sənin qadan alım, ay xanım. Müharibədə belə obşteldə qalan uşaqlar getdi, Qarabağı aldı. Nə icra başçının uşağı aldı, nə o birisi. Burada xahiş edirəm, verin. Mən niyə xəstə uşağımı burada saxlamalıyam? Nəyə görə? Nəyə görə? Mənim küçə süpürəmi 390 manat, maşallah. Mənim heç bir yerdən gəlirim. Siz kommunalda çalışırsınız? Bəli, bəli. Mənim heç bir yerdə gəlirim yoxdur ki, bu dəqiqə evləri xanım bilirsiniz ki, neçəyə kira verirlər. Mən çıxarsın buradan, mən gedib çadır qurum. Başa siqaret çatmayan uşağı çadırda saxlayım. Bu günləri hamı məktəbə yola salıb uşağı, mən məktəbə yola sala bilməmişəm. Bəs sizi Ağdama köçürsələr gedərsiniz? Bəli, mən çıxıram vətənimə gedəm. Mən boğmuş deyiləm, mən qadanam burada yaşayam. Mən həqiqi də boğmuş deyiləm. Yeri qazıb, niyə qazımsa yeri? Gəlsin. Mənə bax, sabahları deyir bura şey gələcək. Nədən elə bir şey gələcək ki, mənim uşağım xəstədir. O xəstə uşaq, onun şeyinə dözə bilər. Daldan dalımızı qazmışsınız, tükün məsələ, qabaqdan qabağımızı. Vallahi düz deyirəm də, bu nədir? Gəlib bir vətəndaş hamı opşdur. Düz deyirəm də, gülməli burada şey yoxdur. Nə görürsən, hə? Şey yox, gəl. Ay bacı, ay xanım, sənə qadanam, xoş gəlmişsən. Qurban olum, o devlet orqanları, oranı alan şirkət var. Gəlsin bir dəqiqə burada yaşasın, orada da dırıt qalsın. Mən saat 5-də gedirəm küçə süpürməyə. Mən yatmalıyam ki, beynim sakitləşsin, mən gedim. Buranı köçməmiş o nəyə gəlib qazı. Gəlsin kağıdını görsətsin görüm, hansı orqan ona icazə verir ki, şeydir, güclü ayağımındır. Mənim pulum var, buranı uçurmalıyam. Hansı qanunda görsün? Hansı qanunda görsün? Onlar hazır, mən hazırdır, qorma. Necə ki çatdınız, yediniz, mən danışacağım, gəlin. Gəl. Mən bu çıxışı da xahiş edirəm sən. Ver efirə, mənim heç kimdən işim yoxdur. Mənim xəstə uşağım bu dəqiqə Heydər Əliyev. Dünən cəmaat məktəbə yoxsadı, mən də anayam, eşitdi. Mənim uşağım burada hər bir xəstəliyi tapılır. Hamı getirən qaçıb buraya, nətər icra başçısı, Qubatlının icra başçısı, milləti yığıb bura gəlsin, elə də gəl dursun. Necə ki, bax, buradan deyirəm, heç kimdən də qorxacağım yoxdur, bir canımdır gəlsin aparsın. Qubatlı icra başçısı, Jeki müdürü Talih, Hüseyin müəllim, nətər ki, cəmaatı satıb yığıb bura, gəlsin elə də məni yönəlsin. Məni maşın versin, kəndə gedirəm, istəmirəm mən. Mənim dədə babam şəhərdə böyüyür. Mən gedib təzək qalayım, oturacam evimdə. Nədir bu? Nədir? Hər yetən bir düccəli qaşqınanısa xeyr ola. Mənim evim yoxdur, qursun kompüterə, bacı. Görsün mənim evim varsa, valla mən,
Mən uşağımı məktəbə yola sala bilmirəm. Bu ay həkim deyir ki, çox sağ olsun. Bu ay həkim deyir ki, bacı, mən sənin vəziyyətini başa düşürəm, ha xanım. Sən sırası, mən sənin dava dərmanlı uşağıyım. Bax, yekə qızdır. Mən verəcəm. Gələcəyin anasıdır. Mənim də bu şeyimi ver. Mən vəssala. Gəlsin mən qaçqınam. Başı versin götürün. Özünüzü təqdim edin. Osmanova Səmaya qurban alın. Sizin nədir probleminiz xanım? Bizim problemimiz ən birinci növbədə odur ki, bax belə averenli doğumu hələ bizə köməklik göstərməkdən əvvəldən gəlib yeri qazıyırlar. Bax, arxa tərəfi də bağlayırlar, qabağı da tər bağlayır. Birinci növbədə bizim bir dənəmizə skori gəlsə, yer tapmayacaq keçmək. Valla getmir. Axşam tezdən. İsrail, mən evdə olmamışam, mən yalan deyirəm. İsrailin arxa tərəfi qazıyanda, İsrailin arxa tərəfi qazıyanda yalı o çıxıb, nə bilim, şey eləyiblər, səhv qazıyıblar, toxdu, ev sirkələnib. Ev sirkə, qorxuruq. Gecə durub ancaq pəncərədən baxırıq ki, Allah, Xanım, mən uçacaq da. getdim, qoy danışım. Mən Bizim Bir danışın sən. Biz birinci də növbədə prezidentimizə, bir də buranın icra hakimiyyətinə deyirəm. Demirəm, Allah kömək olsun. Bizi o biri yerdən yerləşdirdi bura, çölə atmadı. Amma bizə dedi ki, 4 aydan sonra sizi buradan götürdəcək. O 4 ay gəlib 6 il olub. 6 il olub, o 6 ili hələ heç nə eləməyib. Ucu nə qurumdur bu, biz bilmirik bu qurumdan. Biz gedib deyirik o şirkətə, deyir gedin icraya. Dünən icraya 4-5 nəfər gedib, onlar da sakitləşdirib, yollayıblar ki, gedin, haran tutublarsa, açın keçin. Bu nədir? Bu nə? Biz hansı ölkədə yaşayırıq? Çox qanunsuz ölkədə yaşayırıq. Bəs kimdir günahkar? Mənim oğlumun 30 yaşı var, mən evləndirə Bu bilmirəm. məsələdə kimdir günahkar? Bu məsələdə bilmirəm ya, icradır. Ya pul verib, alıb, nə oqqa çıxardıblar, biz hələ başa bilmirik. İcraya müraciət eləmisiniz, nə deyib sizə? İcra dünən deyib ki, biz getdik, yolu kəsdik, 5-6 nəfəri apardılar, evdar qadını otura-otura 200 manat cərmələdilər. Yığdıq manat onun pulunu verdi ki, yazıqdır çörəyindən kəsin. Sizi cərmələdilər. Belə yaşayış olar sən Allah. Mənim oğlumun 30 yaşı var, burada oturmur. Çıxıb gedib o deyə Ağdamda işləyir, özü üçün. Mən işləmirəm, yoxdur. Və belə olar, bizim bir icramız var da. İcra deyəndə mənəm. Demirəm, icra bəlkə də bilmir, bəlkə də bilir. Onu biz bilə bilmirik. Dünən deyib gedin sakit oturun gözləyir. Bize başçı demiyor. Bilmiyorum. Kim deyib bəs? Ramin benim ki sakin Xanım, ol. mən getdim, dünən icra gəlmişdim. Qoy danışım, bir dayan. Xəbərimiz var. Dünən mənim qapım xarabdır. Bax, buranı alan şirkət özü gəlmişdi. Bax, oradaydı, Qubaqlıdandı. Dünən getdim, yaxınlaşdım ki, Allah xeyrini versin. Danay deməliyik. Sağalıb, musaqda yeyir. Şeydir, dedi ki, ay xanım, qapı nədir, 3-4 günə köçür. Dedim, mən biz səni gedək, dedi icraya. İcraya getsən, deyir, şirkətə get. Şirkətə getsən, qalmışıq o məktəbadın bir verilişi var. Qoy deyim də, məktəbadın bir verilişi var, evləri köndələnir. Şap elə bilir, şubdadır, şub elə bilir, şubda. Valla biz ora qalmışıq. Allah'ın da olsun biz öyle. Ben de gedeyim, harada qəşəyəm, moşun ev var, qırıb girəcəm içine, qoy gəlsin mənə. Valla burada yaşamaqdansa gedib türmədə gene bir qazan süt verici giyəcəm. Vallahi. Da belə yaşamaq olmasa, icra da mənlə bərabər. Mən heç kimə qorxmuram. İcra da mənlə bərabər qaçqın gəlib də, Laçın rayonundandır. Mən heç kimi istəmirəm, heç kimin də qurur. İcranın 80 yerdə, Qubadlı icrasının 80 yerdə evi var. Moşunu uşağı saxlaya bilir. Mən süpürgəçi, devlətə... Bir dayan. Açırın. Hə. Mən. Lan mənim icra var. Hadi yana küncə də açıb biz səni danışalım. Belə biri sən nə var xanım? Qoy açığını deyəcəm. Hamı burada 10 dənə, 15 dənə ev satıb, hamısının da dili icranın da yanında görəkdir. Söyün müəllimin də yanında görəkdir. Malih müəllimin də yanında görəkdir. Malih müəllim laf gözə. Ona görə də heç kim düşmür aşağı. Sən bəlkə də heç 10 mini biri ilə görmürsən. Mən küçə süpürəm 10 mini görmürəm. Amma burada oturdular, bax bunları boşuydu. Hamısı 10 mini, 15 mini satdı. Maşınla gəlməyən maşın aldı. Nədir, işvanerlə gəlməyən sirtməli işvaner aldı. Kim dinlənəcəkdir? Budur mənə. Niyə axşal edirəm ha? Niyə düşmürlər az aşağı? Niyə düşmürsün az aşağı? Bizden artık arvat değil ki.
Akşamdan hamız ağza verir. Hə, niyə düşmürlər aşağı? Ben de danışacağım. Niye düşmürsünüz aşağı? Ha? Çünkü hanım heç birisi sen bilmirsən nə var yox. Məni prezidentim yığıb bura. Bax gəldim bura, bax bu da qarovçuydu burada. Gəldim Cekin müdürü Fazil müəllim dedi ki, bura olmaz. Bura qeyri-qanuni binadır, sağ olmaz. Uşağın da yanında balacaydı. Polis gəldi. Çıxartdı Fazil müəllim. Mənə bir manat verdi ki, evim var. Allah rəhmət etsin. Jedi qaşqın kom, ged ora. Getdim evim dedi ki, valla mənlik deyil bibi. Mən ora köçürlü bir şey. Getdim prezident aparatına 2 dənə mənə otaq verdilər. O otağın biri gəldilər, buradan köçənlər. Vurdu şüşəmi qırdı ki, deyəcək, vurdu şüşəmi qırdı ki, buranı Qubadlı icrası alıb, bura mənimdir, çıx buradan satıram. Canımın dərdindən gəldim bir otağıma. Amma adam var ki, atamın, anamın görəqə, 80 ildir siz deyirəm, 70 bini mən görməmişəm. 70 dənə evi satdı, qəşək yiyir. Kim danışacaqdı? Ona da deyiblər ki, sən satıb yemirsən, sən dinlənsə, sənin adını verəcəyim. Vəssalam. Burada açığı budur. 2-3-4 dənə də adam qalıb ortada. Eşitdi? Mən buranı satam yeyəm, mən dəliyəm, dinlənəm. Yox dəliyəm. Deyəcək, sən nə yemişəm də, sən də yemişsən, mən də yemişəm. Burada nə var ki? Bak bunu da pozma. Hə. Bak buna Çəkin yox, satışa satan deyiləm mən. kimdən satın mənim alırsan? dərdimə şərik ol. Hə. Niyə mən çıxıb Olan sizin yaşadığınız analar. Bizim dərdiniz odur ki, arxadan qabaq yolun bağlanır. Niyə satan düşmür aşağı? Mən düşürəm. Sabahları o məndən qalan olsun. Bizim icra Niyə çeyrəm ki? Niyə düşmür aşağı? Məndən artıq. Kimdən artıqdır burada? Tutub haram elədilər. Sizdən cavab deyirsən. Bizi də belə Sizsən xanım, and olsun Allah'a sizsən. Dilin qoysunlar qazan. Elə bundan ibarətdir. Və məndən ibarətdir. Sabahları mənim bu çıxışım gedəndə məni töyməyə deyəcək. Sən gənə gedib ayda makleri yiyələyəcək. Niyə düşmürsən? Ay bacı, düz deyirəm. Düz deyirəm, sən bilmədiyin şey çoxun. Mənim icra hakimiyyətim gəlsin görsün ki, Ay bacı, biz mən- çərçivənin içində Bir dəqiqə qalmışıq. dayan. Bizim Mən birimiz hamısını qoru Yola gələ kuru bilmir. kalıblar. 10 diri çək. Yolumuzu Sərbəş bağlayırlar. odur ki, bizə yol versin. Bax, bu uşaq xəstədir. Burada Düşsün şəkər də. xəstəsi var. Burada bacı, onkologiya səndən xəstəsi artıq var. Burada körpə var. Xanım, dayanın. Mən yeyib yatan insan deyiləm. Mənim əllərimə bax. Mən ücə sinir xəstə. Mənə 90 manat həkim. Yaxşı eləyir deyil. Az Ben yaxşı eləyir. yaxşı eləyirəm. Yaxşı eləyir. Sakit durun. Yaxşı eləyir deyil. Sakit durun. Düşsün aşağı. Yaxşı Arvad xələ astının lomla gəldiniz. İndi o lomla gələn adam Yaxşı çıxsın eləyir, ortaya. yaxşı eləyir. Bir dəqiqə də xanım, 80 manat sinir xəstəliyinə görə dava dərman yazır. Mən uşağımın sırqasını bu dəqiqə lambarda qoyub gəlmişəm. Bax. Ama adam var ki, bax. Bunu da çək cənab prezident baxsın. Devlətin himayəsində olan uşaqdır. 150 manat pensiya alır. Dünən uşaqlar məktəbə getdi, anaya, mənim ürəyim şaşır. Çıxsın ortaya, 10 minə, 15 minə devlətin binası satıb gəlib çıxsın. Ona görə biz buradayıq. Biz qaşqınlar, bax ona görə buradayıq. Bax ona görə də biz qaşqınlar devlətin binası satıb gələnlərin ucundan buradayıq. İstəyir Qubadlı icrası, istəyir Mali müəllim, istəyir icra. Buranı satanda bilmədiniz ki, buranın axırı belə olacaq. Şirkət də deyir ki, mən pulun vermişəm. Mənlik deyil. Mənlik deyildir. Gedir şirkətə. Şirkətə dünən mən dedim. Dedi xanım, mənlik deyil. Çıxağın arxada gedən Dedi mənlik deyil. Girək olanı çək, heç kəs demir. Qubadlı dayan Mahmud Türkən sakiniyəm. 3-cü qrup ömürlük xəstəvəl evimdə atam ayaqları işləmir. Heç 5 ildir bu binada məskunlaşmışam. Qardaşım da Qarabağ qazisi də 50-dir. Heç kəs bizlə maraqlanmır. Yolumuzu xahiş edirəm, çək, bağlayıblar. Gəlin göstərin o yolu bizə. Bax, binanın girişindən çıxışınakən yolumuzu bağlayıblar. Polislə gəldilər, bağladılar, bəli. Arkada iş gedir, binamız silkelənir, oturduğumuz yerdə. Bina qəzalı binadır, fövqəladən rəyi var. Dərdimizi bu ölkədə kimə deyək bilmirik. Buradan qalib ölkənin qalib liderinə səslənirəm. İlham Əliyev səsimizə səs verir. Biz sizdən başqa heç kəsə kömək görmürük. Bizi tez zamanda gözəl yerlərlə, yaxşı yerlərlə məskunlaşdırır. Günü-gündən ölkəmiz abadlaşır. Biz də istəyirik yaxşı yaşayaq. Qarabağda, torpağımızda yerimizi versin gedək. Günü-gündən də vəziyyətimiz pisdir. Evimiz balacadır. Qəzalı binadır. Traktor arxada, qabaqda işləyir.
binamız silkelənir, dərdimizi kimə deyirik? Deyən də heç bizi sayan yoxdur. Şirkətin adı bilinmir. Deyirik hansı şirkəti demir. 4 yerdən binaya giriş vardı, 4'ünü də bağlayıbdı. Bir dənə bu yolu qoyubdu biz üçün. Biz bu ölkədə kimə deyək dərdimizi xahiş edirəm Ali Baş Komandadan. Xahiş edirəm hər bir qaçqına, məcburi köçkünə, vətəndaşına hörmətlə, qayğı ilə yanaşan insana bizə köməklik edin, xahiş edirəm. Ama usta mən gedəcəm qəbula. Uşağımı da götürüb gedəcəm. Mən burada yox, buradayam. Bura yığılandan da başım nə zulümlər çəkib. Çırada qalırdı, mən sinir xəstəliyi nədir bilmirdim. Mən bura gələndən sinir xəstəliyi tapmışam. Hər bir cühüddə də adamlar var burada. Hər bir formada da var. Gəldilər, prezident bana verdi 2 dənə opşdeli. O günü gedəndə də dedi, nətər sağ 2 dənə opşdeli. Vurdular, qırıqladılar. Ay buranı Qubatdalım. İndi həmən Qubatlıya çıxış eləyirəm. Ay Qubatlı müəllim, çıx ortaya. Qubatda alıb buranı, pulun verib. İndi çıx ortaya. Mənə cənab prezident xəstə uşağıma verdiyi evi təmənnasını ver, mən gedirəm. Mənə heç buraya ehtiyaclı. Gələndən antok xəstəliyi tapmışam, sinir xəstəliyi tapmışam, nə xəstəliyi desən tapmışam. Evdə oturan kişilər bu dəqiqə məndən qəşət dolandı. Siirtmə işvərsiz gələndən siirtmə işvərəni tapdı. Ay Qubatlı müəllim. İndi çıx. Malikli nədir? Çağırdı məni. Malik yox, köməkçisi. Dedi ki, sən 2 nəfərsən, 2 otaq lazımdır. Niyə bə? 2 nəfər 8 dənə otaq tutdu satdı. Xeyr ola. Hamısını qəşək bilirsiniz ki, bura vaxtında satılıb da, yeyilib də, gəlin indi. O heç olmasa o satanlar, alanların bir ağzı yumur ki, yazıqdır. Cəmaat banca girib burada ev alıbdır. Vallahi, gəlin heç olmasa o alıb pul yeyənlər var. Onların yazıqdır. Bu ev alanları pulun qaytar ki, ev alanları pulun qaytar ki, yazıqdır da banca girib. Banca ödəyir. Biri xəstədir, banca girib. Biri evi olan gəlib bura girir. Var, evi olan var. Navastorokada evi var, gəlib gözür. Kələm dolması güdür burada. Kebap güdür ki, mənə kebap verir. Ona görə bax bu çıxışımı da ver, gəlsin. Heç olmasa bu ev alanları yan yol eləsin. Vallahi ev alanlara heç olmasa yazıqdır. Bankın içindədirlər. Hamını yığdı bura ki, bura 31 mindən pul verəcək. İndi buyurun 31 mini verin, cəmaat köçdür. 31 mini verin də, gətirin verin, cəmaat köçdür. Vallahi bir yerə getsə, baba, mən aparıb malımı qoymuşam, saxşı malımı. Baba, o kağızı mənə verir ki, sabah sübut olsun. Belə kağız da verməmişsiniz ki, buraca. Mən heçəyim, məni devlət yığır, kağızım da orada, məktubum da orada. Mən prezidenti sərəncəminə balamı yığıb bura müvəqqəti. Amma yazıqdır, bu 10 minə, 15 minə ev alanlara axırı nətər olacaq. Yox, 10 minə, 15 minə, yaxşı. Bu bədbaxtın qızı gedib banka girib pul verib alıb. Sən altına maşın aldın, qoydun bu puluna. Yaxşı, bu alan nətər olacaqdır? Səhv deyirəm, qurban olum. Səhv deyirəm, desin. Ona görə də mən buradan cənab prezidentimə səslənirəm. Ölkə başçısı, vista prezident Mehriban xanıma səslənirəm. Ölkəni Sumqayıt şəhəri vahşi verdi-verandı. Verdi-verandı. Yeğən-yeğənindi, tutan-tutanındı, asan-asanındı. Gəlirlər mənim kimi təkənədə üstünə gəlirlər. Ona görə də gəlsinlər, heç olmasa biz cəhənnəm. Ev alanlara cavab versinlər ki, ev alanlarına haqqını qaytarsınlar, cəmaat getsin, bankının pulunu ödəsin. Bu qədər. Buradan da mən ölkə başçımı, hər birimiz ona tabiyik. Gəlsin, cavab versinlər. Sən cəmaatı qeyri-qanunu gətirik bura, 10 mindən də, 15 mindən də kişilər 30 evdə sat, indi də cəmaat qalıb ayaqda. Oranı çəkərsiz, kanalizasiyanı Bu qədər. bağlayıblar, Bunun arxada hamısında qıraqlarına. bir. Qazıblar. Buranın qazıbıdır. Bax bu bina bura qazılıb deyim. Bax bura bax. Kanalizasiyanı oradan bağlayıblar. Kanalizasiya vurub mənim oğlumun evinə. Şəhidin oğlunun evinə. Qonşuların evinə. Bax zibilə. Zibili tökürlər hamısı aşağıdan yuxarıdan buranın kanalizasiya tualetdir. Burada o qədər zibil var, su axır. Bax tökür. Antisanitariyadır buralar. Şu kanalizasiya dolu. Oranı da qazıblar, oranı bağlayıblar. Bütün su, kanalizasiya hamısı qalxır. Uşağın evinə girir. Bax mənim uşağımın evi. Kanalizasiya partiyası. Bax, ikinci mərtəbədən nə qazı varsa ikinci yerdən çatlayıb. Hə, bu evdə çatlayıb, uşağın evi, şəhidin oğlunun evidir. Baba, İstanbulda traktorla nə iş gördülərsə, bax. Hansı şəhidimizin evladıdır?
Cümşüdov Elçin Şafaqətoğlu. Siz onun həyat yoldaşı. Mən onun həyat yoldaşıyam. 3-cü cərgə 5-ci adamdır Sumqayıtda. Bax o da onun oğlunun evidir. Nəmişdi, kanalizasiya, su oradan tökülüb plamoy Quxnaya, bərbad gündə krisa, siçan, hər şey bax burada var. Yəni ki, prezidentimizin heç nədən xəbəri yoxdur. Heç nəydən. Bax bizdən xəbəri yoxdur. Biz harda yaşayırıq prezidentimizin. Mehriban xanımın, prezidentimin. Yəni ki, yoxdur xəbəri. Su kanalizasiyanı oradan bağlanırsam kanalizasiya vuruldu. De bax. Hökmə burada yaşayırdı. Baba pis vəziyyətdə, bərbad vəziyyətdə. Yazıq axırda Bu köçdü daxmadı getdi. ki, ay xanım. Bu yazıq onu öz qarnını sizə daşıyıb tikib. Özü üçün şərait yaradıb özü üçün. Bax burada. Keçən qışda dəyişik xəstələnmişdi. Bahara köçüblər buradan. Kiraya köçüb. Belə Hələlik. şəraitdə Yəni yaşamaqdansa. kanalizasiya düzəlsin qalacaq. Bu yol. Bizim yol yoxdur. Yolumuz yoxdur. Fırlanıq işə getməyə gecikirik. Məktəbə uşaqlar gedir. Sonra qış gəlicək bax bura balot olur. Bura qədər su olur bura. Dizə qədər sapıq genib gedirik. Yəni ki bizə əsas bu yolumuzu. Birdən bizə bir dənə yol adam yolu getsin gəlsin. Ünvan nə gedir bura? 85 nömrəli yataqxana 15-ci məhəllə. Sumqayıt şəhəri. Sumqayıt şəhəri 85 nömrəli 2 nömrəli yataqxana deyirlər, amma 85 deyilmiş. Biz elə əvvəl gündən 85 bilmiş. Amma əsasən 2 sayılıdır. 2 saylı yataqxanadır. Yataqxana olmaq, amma 85 nömrəli yataqxana sayılır bura. Asıdır. 15-ci məhəllə. Bax, palazasın suyunu, axır tökülür. Beşinci mərtəbə deyirsiniz ki, bərbad vəziyyətdədir. Bəli, baxdı, hə, ekonomiya. İkinci mərtəbədə əziz dostlar, bərbad vəziyyətdə olduğundan bağlı bura sakini, burada yaşayan sakin bildirir. San onlardır, kimə deyək dərdimizi bilmirik. Fövqəladə də bax binadır. Traktor işləyir, bina başımıza uçur, sökülür. Kimə deyək dərdimizi bax bilmirik. Gör necə acınacaqlı qaldığından yaşayırıq. Orada tikintilərlə bağlı deyirsiniz ki, tikintilər gedir. Görə bilərik o tikintiləri. Tikintiləri görə bilərik. Yəni aşağıda şeyləri qapı açarıq. Hansı şirkətdən söhbət gedir var burada deyirsiniz tikinti? Şirkətin adı müəllim deyir, çıxmır üzə. Heç nə demir, adını zadını. Bax, hasar alıblar bizi, yollarımız, oradan da yolumuz vardı, bağladılar yollarımızı. Bax, o yolumuzu bağladılar. Biz kimə deyək bu ölkədə dərdimizi? Uşaqdır. Dünənləri hamı məktəbə gedir. Mənim uşağımın aldığı sumka, aldığı paltar qalıb şkafda. Mən də anayam. Mən nəyə görə buradayam? Uşağın yanında belə danışma. Yox. Nəyə görə burada Stres yaşamalıyam? Nəyə görə? Ha? Kimin balası burada yaşayır? Ha? Devlət, xəstə uşaqlara ona 150 manat pensiya verir, 100 manat da manat. Nəyə görə mənim uşağım belə yerdə yaşamalıdır? Bilirsən niyə çoxu girmir, düşmədi aşağı? Çünki hamısı satıb yeyib, devlətin qarşısında boğazdır. Dili gödəkdir, qurban olum. Biri var, bunu mən yeməmişəm, açıq danışırım. Bax, bir qravat yoxdur mənim evimdə. Mənim nəyim var, satmışam. Necə yaşayırsınız? Evimin televizoruna qədər satmışam, uşağıma malıcı elətmişəm. Bax, evimin televizoruna. Peki yerdə yatırsınız? Bəli, deyək yerdə. Pol da çək. Bax, yerdə yatıram, bəli. Yerdə yatıram, uşaq da orada yatır. Gecə səhərətən tələkanlar. Xəstə övladınız bu soyuqda, bu nəmçilikdə necə yaşayır? Necə buranı çək. Bax, banca girib buranı düzəltmişəm. Banca girib buranı düzəltmişəm, bu da bu vəziyyətdə. Amma gel, bu dəqiqə aparım səni ev satanların moşun evinə bax. Onlar niyə dinlənir ki, qurban olun? Onlar dinlənməli deyil. Bəli, onlar devlətin qarşısında dili gödəkdir. Çünki 8 ildir mən işləyirəm, mən bir dəfəyə 10 mini görməmişəm. 10 minə satdılar, yığdılar milləti bura ki, bura pul veriləcək. Mən icranı da qınamıram. Bura 3-cü səfər köçürülmüş binadır. Bizi də devlət yığdı ki, məni prezidentin sərəncamı ilə yığıb. İndi klokları tapa bilmirəm. Müvəqqəti, uşağım xəstə olduğuna görə. Amma eləsi var, Novostroykada evin qoyub gəlib bura. Onun hesabına da biz buradayıq. Vallahi, onun hesabına da biz buradayıq.
Mən hər ay küçə süpürürəm, özüm də sinir xəstəsiyəm. Baba, qurban sənə. Bax, mənim uşağım dünəmləri canlı yağıma qoyub ki, hanı nəsli mənim desədir. Bax, elə biləm 30 manat, 40 manat pul edir, 80 manat, 90 manat pul edir, bax. Burada canını açırıq ki, onu da mənə qonşu ilə yarı çəkdirmişəm. Mənə köməkliyə hələ gəlib ağzı. Mən niyə kiməsə qabaq bu reseptimi, mən özümə görə bir xanımam. Nəyə görə mən diktoka bunu qoymalıyam ki, mənə köməklik edir? Nəyə görə? Nəyə görə qoymalıyam? Kimi burada keyflə yaşayır, onun kimisi, mənim cavan oğlan da gedib küçə süpürür. Amma burada oğlanlar var ki, qaynana şotunu hamısını satdı yedi. Qaynana şotunu hamısını satdı yedi. İndi həmən adam çıxsın ortaya, devlətə cavab versin ki, nəyə görə satmışam devlətin otağı, bir belə milləti burada qoymuşam. Ayaq yolu da tutub satılır. Məcburi köçkünlərə məxsus olan yaşayış məsələləri necə satıla bilər yerli əhaliyə? Bəli, satılıbdır. Necə ala bilərlər? Məcburi, bilmirəm, onu gedin satan yeyənlərdən, onun dalında duranlardan. Mən heç kimlə qormuram, qorxacam. Siz Ağdam rayon köçkünsüz. Bu məsələ ilə bağlı Rövşən Rızayeva müraciət eləmisiniz? Bəli, xanım, mən heç yerə köçmək istəməm. Mən özür rayonuma köçmək istəyirəm. Ağdama getmək istəyirəm. Bəli, Ağdam olsun, har olsun, mən yəni Qarabağa köçmək istəyirəm, necə bura yığıldım. Mən xəstəlik tapmışam burada. Mən əlimi suya vururam. Sonradan söz-söhbətlər yaranır ki, məcburi köçkünlər Yox, getmək istəmir. mən qayıtmaq istəyirəm. Qadınam, mən hansı günümə qayıtmayayım? Mənim başqa yerdə villam yox, mənim başqa yerdə bahalı maşınım yox. Mən qayıtmayayım. Burada əgər yer varsa, su qoşanda, nə bilim, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə qurban olum, alnı fətənim. Mən çıxım, mən sinir xəstəyəm. Mən öləndən sonra bu uşağı heç kim saxlamayacaq. Çünki mənəm bu uşağı. Və gəldim, evdə heç şey yoxdur. Həyat yoldaşınız yoxdur? Yoxdur, mən boşanmışam, ölübdür, narkomandır, qadınam, ayrılmışam. Səliyən kəndinin bankarlı. Qurdum ailə, o da pis oldu, ayrılmışam. Yəni, Başsız, qadınsız himayənizdə bir azyaşlı körpəniz bəli, var. özü xəstədir, devlət himayəniz. Neçənci qrup əlində? İkinci. İkinci qrup. Anadan gəlmə. Bəli, yox, sonradan oldu. yaranır. Burada olub. Başa siqnat çatmır. Həkim də deyir ki, nevrozdur da, nevroz. Başa siqnat çatmır. Psixoloji problemi var. Bəli, nə yediyim bilir, nə götdüyüm bilir. Məktəbə də deyir, mən niyə qoymuşsan məktəbə gedə? Müəllim də deyir ki, bu müalicə ilə bu bura olmaz. Apardım, qoydum internetə, cəmaatın uşağını basıb duyurdu. Yəni, mən kəndimə getmək istəyirəm. Mən heç istəmirəm. Mən doğulub bitirib Sumqayıtda yaşamamışam, nə Bakıda yaşamamışam, nə hansısa şəhərdə yaşamamışam. Süpürgəçilikdə gedib orada, gedib ot otlayacam orada. Çadır qurub ot otlayacam, kək otu yığıb satacam, qırpığım yığıb satacam. Licbi mən köçüm. Qadan hanım, ev satanlar gəldi mənim üstümə. Çıx buradan, gəl bura. Baba, bax, gəl bura. Gəl bura, xanım, ayaqları ilə atın. Elə demir xanım. Bax. Atıb durub arxasında gəlsin məni köçsün. Qubadlı icrası. Bəli. Qubadlı rayon icra hakimiyyəti nə edib burada? Dedilər ki, Malif müəllim alıb buranı, bura Malif. Bax, o otağı devlət vermişdi mənə. Bax, yalançılı şahidi yanımdadır. Bax, o oğlanı... Bunu da sizə niyə vermədilər? Dayında, o yalançılı şahidi də böyründədir. O oğlan da qara olsuydu. Gəldim, bura məni qoymadılar. Dedilər ki, get, Qaşqukoma, bəyəkləri danışdım sənə. Getdim Qaşqukoma, Allah rəhmət eləsin. Dedi, bacı, bizlikdir. Getdim prezident aparatına. Bax, o otaqla bu otağı prezidentin sərəncamına balamla mənə verdilər. Gəldilər, vurdular, bu şüşəmi qırdılar. Buradan köçənlər, buradan istansiyaya Sumqayıta köçənlər. Gəldi, vurdu, şüşəmi qırdı. Çıx buradan, bura Qubadlı icrası mənə veribdi. Buranı Malih müəllim alıbdı, dedi. Bura Malih müəllimin himayəsindəcə, sən Ağdamlısan, burada yaşayam. Başa düşmürəm. Mən öz ölkəmdə yaşamalı deyiləm. Mən xəstə uşağımı saxlaya bilmərəm. Cəmaat əlini saxlayır burada. Niyə bölgələrə bölürlər? Hamımızı yox, mən Ağdamlıyam, mən burada yaşaya bilmərəm. Baba, hərəsinin 2-3 otağı var. Satdıqları satıblar, yedikləri yeyirlər. Ona görə də bugünkü günü aşağı düşmədilər. Mən açıq danışan adamam. Məni bax, güllə qavağına da döysən, ona görə də danışacam da, harada lazımdır gedəcəm. Ona görə də satıb yeyiblər 10 minə, 9 minə, 8 minə, ona görə də dilləri gödəkdə düşmürlər aşağı.
Ona görə də tələb eləmir. Tələb eləyəndə deyir elə sən satıb milləti yığmısan da ora. Başa düşdü. Baba, o başa paltarımı sərmişdim. O başa. Getdim işə, gəldim ki, Fazil müəllim paltarımı yığdırıb, yaş tökdürüb bura qazi adı ilə. Hansı indi o hansı qazidir çıxarsın ortaya görək. Hansı qazidir? Burada qazi yaşayır. Devlətin qeyri-qanuni binası qazi adı ilə satılıdır. İndi Fazil müəllim çıxsın ortaya, Talih çıxsın ortaya, görək hansı qazidir. Qazi deyirsən, qazi məndə. Nəsil köçü qırılan deyirsən, 1-ci Qarabağ müharibədə vursunlar, kompüterə baxsınlar. Erməni lafetin üstündə oduyub, Qəzən təzə əsgərdən gəlmişdi. Hamısını odur. Ha, nə deyirsən mənim nəslimdə, kökümdə. Burada qazi adı ilə satdıdılar da evi. İndi Malih müəllim gəlsin məni köçsün. Mən aparıb indicə qulağımı sırqasın, açıq qoyub lambarda uşağıma dava dərman al. Mən ücə sinir xəstəsi tabi. Bilirsən niyə düşmürlər aşağı? Hamısının devlət orqanları yanında dili gödəkdir. Vəssalam. Gəlsin məni köçsün burada. Demirəm məni aparsın, birliyə yıxsın, məni aparsın, cakuzili yerə yıxsın. Mən torpağıma gedirəm. Vəssalam. Mən ücə bezmişəm burada. Ayaqqabımı qoyub gedirəm, gələm ayaqqabımın üstünə atıblar yerə. Qapını örtürəm, buradan baxıram. Bax, qapım açılmırdı, qırmışam. Qapını qoyub gedirəm, oradan baxıram. Gəlir uşaq tap-patap. Deyirsən, anası belli. Mənim uşağım idi. Mənim xəstə uşağım. Hələ indiyyətən heç kim deyə bilməz ki, kiminsə burada gedib qapısını duyur. Deyə bilməz onu. Bax, yəsiz də qoyub gedir. Nə bir adam əxlaqsız söz deməz, nə bir adamı gedib qapısını döyməz. Ücə buradayıq, xanım sənim, ücə buradayıq. Ücə bax, biz qaşqınlar buradayıq. O kim ki demirik, qaşqınlar qayıdıracaq. Mən özümə adıma deyirəm. Mən qayıdıram vətənimə. Ben